Salam dostlar, salam Azərbaycan xalqı, hörmətli izləyicilərim. Hamınızı salamlayıram. Sizinlə bir xatirəmi bölüşmək istəyirəm. Mənə əziz doğma olan bir xatirəmi. Allah ölənlərinizə rəhmət eləsin, rəhmətli atamla bağlı bir xatirədir. Düşünürəm ki, tərbiyəvi əhəmiyyətli bir mövzudur, qiymət verərsiniz. Xüsusən də gənclərə tövsiyəm odur ki, dinləsinlər. 2001-ci ildir, əsgərlikdən qayıtdıqdan sonra Vergilər Nazirliyinə işə düzəlmişəm. O vaxt Nəsimi rayonu üzrə Vergilər İdarəsi adlandırılırdı, Operativ Nəzarət İdarəsi. Atam çağırıb məni tərbiyəvi mövzuda mənə belə deyək, tövsiyələrini verir. Oğul, bax, heç kimdən rüşvət almırsan. Sənə pul lazım olanda gəlirsən, atan xərclərini qarşılayacaq. Bir neçə aylar keçib, baxıram sağım, solum, hörmət adlandırılan bir şeydir. Xırda da olsa nəsə, öz maddiyyatlarını, öz xərclərini yola vermələri üçün əl atırlar bu işlərə. Mən də atamın dediyi ilə gedib, heç kimə yaxınlaşmıram, ancaq işimlə məşğul. Günlərin bir günü gördüm artıq 08 markalı Lada avtomobilimin vəziyyəti yaxşı deyil. Təkər lazımdır, deməli, karbüratorun vəziyyəti pisdir və s. Hesabladım ki, $300, $400 pul kifayət edər. O vaxtlar, yəni mənim yaşıdlarım bilir ki, biz ataya sözü həmişə ana vasitəsilə çatdırardıq. Pul lazım olduqda, geyim, nəsə, vacib bir işlər olanda ana vasitəsilə çatdırardıq. Həmin gündə anam evdə yoxdur, bibimgilə gedib, deməli, atam da oturub öz yazı stolunda nəsə bir ciddi məsələ ilə məşğuldur, yazır. Mən otağın qapısının yanından bu yana keçirəm, mətbəxə tərəf, deyirəm, indi deyəcəyəm. Mətbəxdən öz otağıma tərəf keçirəm, deyirəm, indi deyəcəyəm. Alınmır ki, alınmır. Sonda bir cəsarət tapıb keçdim atamın otağına, durdum onun yazı stolunun yanında və dedim, ata,